Tanınmış Azərbaycanlı ekoloq və ətraf mühit mütəxəssisi Əhməd Bayburdinin Təbriz Universitetində keçirilən elmi konfransda çıxışına icazə verilməyib. Bununla bağlı yerli sosial media şəbəkəsində məlumat yayılıb. Bildirilib ki, noyabrın 17-si yerli vaxtla saat 12:00-da Təbriz Universitetində Urmu gölü qurudu. Urmu gölünün bərpası ilə bağlı verilən vədlər və reallıqlara yenidən baxış keçirilib. Əhməd Bayburdinin adı əvvəlcədən konfransda çıxışçıları siyahısına salınsa da, sonradan naməlum səbəblərdən onun konfransda iştirakı və çıxışına icazə verilməyib. Qeyd edək ki, Əhməd Bayburdi Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təlim Mərkəzinin rəhbəridir. O, bundan əvvəl Urmu gölü və bölgədəki başqa ekoloji problemlərlə bağlı araşdırmaları və paylaşımları ilə tanınıb. Bayburdi bir müddət əvvəl Türkiyənin Anadolu Xəbər Agentliyinə verdiyi müsahibələrdə iqlim dəyişikliyinin Urmu gölünün qurulmasında yalnız 30% rol oynadığını, ekoloji faciənin amilinin 70%-nin isə insan amili olduğunu bildirib. O, bundan əvvəl də ekoloji problemlərlə bağlı müstəqil mövqeyinə və ekoloji problemlərin dərinləşməsində əlaqədar dövlət qurumlarını ittiham etdiyinə görə müxtəlif formalarda təzyiqlərlə üzləşib. Təxminən 200 gündür ki, müvəqqəti həbsdə olan universitet professoru və vəkil Dr. Əbülfəz Rəncbərinin işinin ikinci iclası bugün 17 noyabrda Təbriz İnqilab Məhkəməsində keçiriləcək. Azərbaycanlı vəkil Sina Yusifinin verdiyi məlumata görə 4 mayda evinin qarşısında həbs edilən Dr. Rəncbərə əvvəlcə sistemə qarşı təbliğatda ittiham olunub. Lakin indi ittiham haqqında heç bir hüquqi sənəd təqdim edilmədən onun ittihamı casusluğa dəyərləndirilib. Onun elmi fəaliyyəti, məqalələr yazması, Azərbaycan xalqının qanuni hüquqları ilə bağlı fikirlərini ifadə etməsi və elmi konfranslarda iştirak etməsi bu ittihama əsas kimi göstərilir. Əbülfəz Rəncbərinin işi əvvəlcə İstintaq İdarəsinin 10-cu şöbəsində araşdırılıb və müstəntiq ittihamları nəzərdən keçirmək üçün əsas olmadığı üçün ittihamları ləğv etməyi düşünüb. Lakin məlumatlara görə təhlükəsizlik orqanlarının təzyiqi altında iş qanunsuz olaraq İstintaq İdarəsinin 15-ci şöbəsinə köçürülüb. Evin həbsxanasında Tahir Nəqəvini və Vədud Əsədini dəstəkləmək üçün Mürtəzə Pərvinin rəsm sərgisi keçirilib. Sərgidə Mürtəzə Pərvinin minimal imkanlarla və cəmi 5 gün ərzində çəkdiyi 50 rəsmi məhbuslara nümayiş etdirilib. Mürtəzə Pərvin bəy bu sərgini bütün azadlıq axtaranlara, o cümlədən Tahir Nəqəvi və Vədud Əsədiyə həsr etdiyini bildirib. Sərgidə çıxış edən siyasi məhbuslar bütün məhdudiyyətlərə baxmayaraq, sənətkarın həbsxanada belə bədii fəaliyyətlə məşğul olmasının önəmi barədə fikirlərini bildiriblər. Gülüstan əyalətinin Qorqan şəhərində məcburi hicab qaydalarının pozulduğu səbəbindən bir neçə iş yeri bağlanıb. Bu haqda əyalətin ictimai yerlərə nəzarət polisi məlumat yayıb. Fəaliyyətinə qadağa qoyulan iş yerlərində İslam qaydalarının pozulduğunu deyib. İş yerlərinin bağlanmasının ictimai nizam-intizamın yüksəldilməsi layihəsi çərçivəsində həyata keçirildiyi bildirilib. Telekommunikasiya şirkətinin Qəzvin, Urmu və Həmədan şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər. Bu haqda yerli sosial şəbəkədə məlumat paylaşılıb. Təqaüdçülər pensiyaların artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqların pozulmasına etirazlarını bildiriblər. Tələblərini əks etdirən plakatlar qaldıran təqaüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər. Qeyd edək ki, təqaüdçülərin etiraz eyləmi tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə eyləm keçirilir. Evin həbsxanasında həbsdə olan Azərbaycan Milli Hərəkatının fəalı Vədud Əsədinin həyat yoldaşı Zəhra Pürasad 17 noyabr 2025-ci il tarixində yayımlanan videoda ərinin azadlıq səsini dəstəkləmək üçün aclıq eyləmini başladığını bildirib. Aclıq eyləmi həbsxanalardakı siyasi məhbusların səsinin eşidilməsinin son yoludur və bu yolu davam etdirməklə həyatımızdan məhrum olacağımızı bilsək də bizi bu yolda qətiyyətliyik. Əgər bu aclıq eyləmində həyatlarını itirmək bu problemlərin həllində, bu repressiya və əxlaqsızlığa son qoymaqda təsirli olarsa, şübhəsiz ki, bunu qəbul etməyə hazıram deyə Vədud Əsədinin məktubunda bildirilib. Evin həbsxanasında həbsdə olan 2 fəal Vədud Əsədi və Tahir Nəqəvinin ailələri 2 məhbusun aclıq eyləminin 22-ci günündə ciddi fiziki problemlərlə üzləşdiklərini açıqlayıblar.
Davam edirik. Rəşd-Astara dəmir yolu xəttinin tamamı 4 aya açılacaq. Bunu Gilan vilayətinin valisi Hadi Həqşənas bildirib. Onun sözlərinə görə son 7 ay ərzində Rəş-Astara dəmir yolu xəttinin 70 kilometr hissəsi istifadəyə verilib. Xəttin ümumi uzunluğu 162 kilometrdir və artıq 90 kilometri açılıb. Yalnız 70 kilometr qalır. Düşünürəm ki, yaxın 4 ay ərzində Rəş-Astara xəttinin tam açılışı başa çatacaq. İran hökuməti bu işdə qətiyyətlidir, vali qeyd edib. Həqşənas əlavə edib ki, xətt mərhələli şəkildə istifadəyə verildiyi üçün paralel olaraq rels qurğusunun quraşdırılması üçün hazırlıq işləri də aparılır. Valinin sözlərinə görə Rusiya ilə müqavilə bağlanmış podratçı şirkət xəttin tam istifadəyə verilməsindən sonra növbəti mərhələyə keçəcək. Qeyd olunub ki, Rəş-Astara layihəsinin ümumi tikinti müddəti 3 il olaraq planlaşdırılır. Hadi Həqşənas həmçinin bildirib ki, ötən ay Bakıda Azərbaycan, Rusiya və İranın iştirakı ilə 3 tərəfli komissiyanın iclası keçirilib. İclasda Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri, İranın yol naziri və mən iştirak etdik. Toplantıdan sonra Bakıda Lənkərana, daha sonra Astara şəhərinə səfər etdik və layihənin icra xətti ilə tanış olduq. İranın yol naziri işlərin sürətləndirilməsi üçün müvafiq göstərişlər verdi. İran İslam Respublikasının qonşu ölkələrlə siyasi, iqtisadi, mədəni və hətta təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək üçün proqramları var. Bu barədə İranın Xarici İşlər Naziri Abbas Araqçı Xəzər dənizi sahilindəki vilayətlərin rəhbərlərinin beynəlxalq konfransında bildirib. İran körfəzi bizim üçün nə qədər vacibdirsə, Xəzər dənizi də bir o qədər vacibdir, Xarici İşlər Nazirlərinin rəhbərləri deyib. Onun sözlərinə görə Xəzəryanı dövlətlər bu ərazinin ortaq anlayışını və əhəmiyyətinə önəm verməklə birgə əməkdaşlığa başlayıblar. İranla Rusiya arasında strateji və mühüm əlaqələrin olduğuna diqqət çəkən nazir, ölkəsinin Xəzər bölgəsindəki bütün ölkələrə yaxşı münasibətlərin olduğunu vurğulayıb. Prezident Pezeşkiyan Rusiya və Azərbaycanı ziyarət edib. Düşünürəm ki, o bir ay ərzində Qazaxıstan və Türkmənistana da səfər edəcək. Abbas Araqçı qeyd edib ki, Xəzəryanı dövlətlərin dənizçilik, iqtisadi və turizm sahələrindəki əməkdaşlığı vacibdir. Ətraf mühitlə bağlı narahatlıqlar var və biz hamımız bunları aradan qaldırmaq üçün çalışmalıyıq. Xəzər dənizi enerji, balıqçılıq və digər sahələrdə bir xəzinədir. Buraxılışımız davam edir. ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında iki tərəfli görüş keçirilib. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. Görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında bu ilin oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub. Görüşdə Vaşinqton samitinin müsbət rolu qeyd edilib. Əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb. Azərbaycan Amerika prezidentinin diqqətindədir və bu sizin üçün yaxşı olduğu kimi bizim üçün də yaxşıdır. Bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin baş direktoru John Herbst jurnalistlərə açıqlamasında deyib. Əgər Amerika Tramp dəhlizinə cavabdeh olub, onun fəaliyyətinə nəzarət edərsə, onda ərazi səlahiyyətlərindən kənarlıqla bağlı çətinliklər aradan qalxır. Məncə bu, Cənubi Qafqazda sülhə böyük bir töhfədir. Dəhliz Azərbaycan, Ermənistan, Türkiyə və hətta Mərkəzi Asiya üçün ticarət və investisiyaların hərəkət verici qüvvəsi kimi nəzərdə tutulub. Mərkəzi Asiyadan Avropa bazarlarına məhsulların daşınmasını nəzərdə tutan orta dəhlizin bir hissəsi kimi, mənim fikrimcə bu Tramp komandasının təkcə Azərbaycanla yox, həm də Ermənistan və Türkiyə ilə münasibətlərə verdiyi ən mühüm töhfədir, o qeyd edib. Ekspertin sözlərinə görə bununla bərabər başqa istiqamətlər də var. Bildiyiniz kimi Amerika burada Azərbaycanın neft hasilatının inkişafında çox fəal olub. Amerika-Azərbaycan neftinin dünya bazarlarına Rusiyanın təsirinə məruz qalmadan çıxarıla bilməyi üçün çoxsaylı boru kəmərləri siyasətinin əsas
təşəbbüskarı olub. Bu isə Azərbaycanın rifahı üçün son dərəcə vacibdir və artıq 30 ildən çoxdur, elədir və bu davam edəcək. Heç şübhə yoxdur ki, Azərbaycan Amerika prezidentinin diqqətindədir və bu sizin üçün çox yaxşı olduğu üçün bizim Amerika üçün də çox yaxşıdır. Vaşinqtonda yüksək səviyyəli rəhbərlərin Cənubi Qafqaza, Azərbaycana, Mərkəzi Asiyaya müsbət və keyfiyyətli diqqət göstərməsi sevindiricidir. ABŞ prezidenti Donald Trump Səudiyyə Ərəbistanına Birləşmiş Ştatlar istehsalı olan F-35 qırıcı təyyarələrinin satışını təsdiqləmək niyyətində olduğunu açıqlayıb. Birləşmiş Ştatlar prezidenti bu barədə Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanla Ağ Evdə nəzərdə tutulan görüş öncəsi bildirib. Sizə deyə bilərəm ki, biz bunu edəcəyik. Biz F-35'ləri satacağıq, deyə Trump Oval ofisdə jurnalistlərə bildirib. Səudiyyə Ərəbistanına qabaqcıl F-35 qırıcı təyyarələrinin satışı bundan əvvəl konqresdə ciddi maneələrlə üzləşmişdi. Ancaq prezidentin bugünkü açıqlaması iki ölkənin tarixində ən böyük silah müqavilələrindən birinin bağlanmasına yol açacağını göstərir. Ağ Ev hələlik müqavilənin dəqiq vaxtını və ya ölçüsünü açıqlamayıb. Siyasi ekspertlərin fikrincə, bu həm də İranın bölgədəki təhlükə və təhdidinə qarşı ABŞ-nin müttəfiqlərinin himayə planının tərkib hissəsidir. Qeyd edək ki, Forbes jurnalının yazdığına görə İran bölgədə ən zəif hərbi hava qüvvələrinə malik ölkələrdən biridir. Tehran hökumətinin malik olduğu bir neçə F-14 qırıcısı isə 1970-ci illərin istehsalıdır. Bu səbəbdən də İran hökuməti raket proqramının inkişafına böyük məbləğdə vəsait xərcləyərək bölgə ölkələrini, o cümlədən Səudiyyə Ərəbistanını təhdid altında saxlayır. F-35 qırıcılarının Səudiyyə Ərəbistanına verilməsi isə Tehranın təhdid və ya təzyiq imkanlarını minimuma endirmiş olur. Avropa Birliyinin yüksək səviyyəli təhlükəsizlik rəsmisi İranın nüvə və raket inkişafı ilə bağlı xəbərdarlıq edib. Bu haqda Londonda fəaliyyət göstərən All Press saytı məlumat yazıb. Avropa Birliyinin yüksək vəzifəli təhlükəsizlik rəsmisi İslam Respublikasının Natənz yaxınlığındakı Kuhtişədə nüvə fəaliyyətlərinin sürətləndiyini bildirib və Qərb kəşfiyyat orqanlarının İslam Respublikasının santrifüqurları yenidən qurmaq, yeni elan edilməmiş zənginləşdirmə yeri yaratmaq və raketlər hazırlamaq səylərindən narahat olduğunu bildirib. Məlumatda bildirilib. Nəşr qeyd edib ki, Avropa Birliyi İranın müdafiə büdcəsini 200% artırması, uzun mənzilli raketlərin inkişafını sürətləndirməsi və geniş miqyaslı və yeni nüvə fəaliyyətlərinin mərkəzi kimi görünən Koh-Tişə ərazisində fəaliyyətləri artırması ilə bölgədəki gərginliyin daha da artacağını gözləyir. İnqilab keşikçiləri İslam Respublikasının liderlərinə iyun ayında zədələnmiş nüvə proqramının əsas hissələrinin bərpasını sürətləndirmək üçün getdikcə daha çox təzyiq göstərir. Bununla yanaşı İranın nüvə silahlarının yayılmaması müqaviləsindən rəsmi olaraq çıxması üçün də oxşar təzyiq göstərilir. Oil Price İranın Neft Nazirliyi ilə sıx əməkdaşlıq edən yüksək vəzifəli enerji mənbəyinə istinadən yazıb. Mənbə Oil Price nəşrinə bildirib ki, İran prezidenti Məsud Pezeşkiyan Tehranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxmayacağını vurğulasa da, bu qədər də əhəmiyyət daşımır və vacib olan İran liderinin fikri və qərarıdır. Amerika ordusu hazırda dünyada ən güclü silahlı qüvvələrdir. Bunu Amerika prezidenti Donald Trump McDonald's şirkətinin tədbirində çıxışı zamanı bəyan edib. Biz ordumuzu bərpa etdik, dünyanın ən güclü ordusuna sahibik və dünyada ən yaxşı hərbi texnikanı istehsal edirik, Trump bildirib. Polşa xüsusi xidmət orqanları noyabrın 16-sında Ukraynaya yardımın daşınmasında istifadə olunan dəmir yolunda baş verən partlayışlarda Rusiyanın əli olduğunu bəyan edib. Bu barədə Qərb mətbuatı Polşanın Təhlükəsizlik Nazirinin mətbuat katibinin açıqlamasına istinadən bildirib. Hər şey bunun Rusiyanın əməli olduğunu göstərir. Biz artıq bunu əminliklə şərqdən olan xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı adlandıra bilərik. Dobzhinski qeyd edib. O həmçinin vurğulayıb ki, dəmir yolunda baş vermiş iki insidentin araşdırılması indiki mərhələdə məxfi qalmalıdır. Bu səmərəliliyin təmin edilməsi üçün vacibdir. Xatırladaq ki, dünən ölkənin baş naziri Donald Tusk Varşava, Lüblin marşrutunda baş verən partlayışları təxribat adlandırıb.